Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu bətnində əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun bətndə daşınma və süddən kəsilmə müddəti 30 ay çəkir. Nəhayət o, yetkinlik çağına yetişib 40 yaşa çatdıqda deyər: Ey Rəbbim, mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin neymətə şükr etmək və sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver. Nəslimi də mənim üçün əməli salih et. Mən sənə tövbə etdim. Həqiqətən mən müsəlmanlardanam.